Maqazin Plus Village Palace Ailəvi İstirahət Mərkəzinin baş sponsorluğu, Altun Sarayın xüsusi sponsorluğu, Yol Üstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin baş sponsoru Village Palace Ailəvi İstirahət Mərkəzi, xüsusi sponsoru Altun Saray, sponsor Yol Üstü restoranı. Kərim Abbasov Fatimə Fətəliyevaya ultimatum yolladı. Fatimə, sən bir də məni heç vaxt ad günə çağırma. Kərim özünü kimdən və nədən qoruyur? Yox, çoxdan çürüyüb getmişdim. Abbasov növbəti dəfə ata olacaq. Doğru xəbərdir mi yoxsa yox? Növbət dəfə ata olacaqsan. Bütün bunlar birazdan. Hər şeydən biraz danışacaq deyib, şou əhli ilə hər şeydən sual verib danışan Həmzənin bu dəfəki qonağı Ofeliya Şabanov oldu. Ofeliyanın şok açıqlamaları hələ çox danışılacaq. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bugün də hər şeydən biraz danışacağıq. Bu dəfə isə çox özəl bir insanla danışacağıq. Son zamanların ən çox danışılan sənətçisindən. Ofeliya Şabanova. Xoş gəlmisiniz. Təşəkkür edirəm Həmzə. Çox sağ ol dəvətin üçün. Xoşdur. Mən sənin proqramına sevə-sevə baxıram, sevə-sevə izləyirəm. Çünki burada düzgünlük var ona görə. Ona görə də mən bugün sevə-sevə buradayam. Niyə bu qədər səmimisiniz? Mən sadəlövh insan deyiləm. Sadə insanım. Sadəlik də bu mənim subyektiv fikrimdir. Qınayanlar qoy qınasınlar. Alışmışam qınalım. Belə bir şey var. Sadəlik məncə insanın abırından, həyasından irəli gəlir. Sadəlik imandan gəlir. Ona görə də mən sadəyəm, mən dəyişə bilməm, başqa cür ola bilmərəm. Bəs bu şou biznesi bu abırınızı necə qoruyursunuz? O şou biznes nədir ki, məni dəyişsin? Xeyri ola ki. Çox söz olmur axı. Qoy danışsınlar. Baxır mənim üçün kim danışır. Bəli, mən pis olaram, mənim üçün ziyalıların fikri mənə önəmlidir. Məni inanırsınız, nə qədər stilistlər olur, məni dəyişsinlər, məni dəyişə bilməyiblər. Ofeliya, səhər məsələn 9-da səni gözləyirəm. Yox, qurban olum, sən mənə dəyməyin. Məni insanlar bu cür, bəli, mən nə danışığımı dəyişdirə bilmədilər mənə. Ofeliya, çox loru danışırsan, çox əl hərəkətlərindən danışırsan, düzdür. Xanım biraz inci olsa daha gözəl olar, amma mən həmişə bir söz demişəm. Mənim görüntüm qadın ola bilər. İçimdə bir kişi ruhu var. 12 yaşınızda oxuyursunuz, bu sənətdəsiniz. Amma geç tanıdınız. Bəzi zövqsüzlərin, yəni nə qədər neçə illərdir ifa elədim, artıq 24-cü ildir mən ifaçıyam. Siz özünüz də bilirsiniz, köhnə jurnalistlərimizdən siz, çox da hörmət edirəm sizə hər zaman. Siz məndən də gözəl bilirsiniz, mən nə əsərlər oxudum. Amma bir corab məsələsi gündəmi dəyişdi. 100% elədim. Niyə belə vəziyyətə gəldik, çatdıq? Niyə belə oldu? İndi baxacaqlar ki, ay Ofeliya əsəbləşmədi, Ofeliya niyə əsəbləşəcək sözün düzgünlüyü. Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Rock oxuyuram, rap oxuyuram. Hansı ifaçı var Azərbaycan tanıyırsansa, mənə də bəlkə mən səhv eləyirəm. Mən demirəm, amma mənəm heç vaxt demərəm. Əziz izləyicilər, heç bir zaman demərəm. Mənəm demə, ustad qabağına ustad çıxır, heç vaxt demərəm. Amma hal-hazırda, axı, hal-hazırda deyirəm, yeganə bir dənə mənəm ki, rock oxuyuram, rap oxuyuram, caz oxuyuram, muğam oxuyuram, meyxana oxuyuram, dep oxuyuram. Yəni, bütün janrları ifa eləyirəm mən. Amma dəyər verən olmadı sənətimə. Düzdür, indi çox dəyər verilir, yerimdən də məmnunam. Yox, mən burada olmamalıydım sözündə mən xoşum gəlmir. Niyə? Mən buraları arzulamışam ömür boyu. Ay Allah, insanlar məni sevəcək, insanlar mənə qucaqlıb şəkil çəkdirəcək. Ömür boyu onların arzusundan yaşamışam. Bax, yerimdən məmnunam. Amma bir kəlmə sözümlə dediyim, çox, heç peşman edelim, nə yaxşı olub demişəm. Çünki etdiyimi demişəm. Mən yalandan iş qura bilmərəm. Mən sizə bayaq nə dedim? Həmzə bəy, dedim, o bir ifaçdakı, nə suallar verəcəksiniz mənə? Dedim, ürəyinizdən nə keçir? Arxayan insanlar elə deyir. Bilirsiniz niyə? Mənim maşallah tərtəmizdir keçmişim də, gələcəyim də. Ona görə o insan narahat olsun ki, onun bir qaranlığı var. Mən niyə narahat olum ki? Sözümdə deyirəm, ağasıyam. Elə bir sözüm yoxdur ki, mən deyim ki, ayda mən bu sözü niyə işlətmişəm efirdə? Əcəb eləmişəm, demişəm, yaxşı eləmişəm. 4 uşaq olmuşsunuz. Bəli.
Amma ananız da çox tez dünyasını dəyişib. Xərçəng xəstəliyindən və belə deyək, analıq etməyə başlamışsınız. Bəli. Qardaşlarınıza. Balaca ana. Həmişə anama deyirdim ki, nəsə bir qonşuya keçərdi, oturub söhbət eləməyə. Ana getmədi, mənim ürəyim darıxır, sən olmayanda. Uşaq idim, Həmzə, inanın ki, uşaq idim, 10 yaşım vardı. Deyirdim, ana, sən getmədə, sən gedəndə elə biləm evdə işıqlar yanmır. Deyirdi, ay qızım, get həyətdə uşaqlar da oynayır. Deyirdim, yox, ürəyim partlayır. Deyirdi, o bilirdi dünyasını dəyişəcək. O bilirdi xərçək. Deyirdi, yox, indidən sən alışmalısan. Peki ona görə kişi kimi böyümüsünüz? Ola bilər, mən hər zaman deyirəm, mən sizdən tam olaraq razıyam ki, anam mənim oğlan yetişdirdi ki, bu evə baxa bilim, mən bacılarımın qiriyyətini, qardaşımı qoruya bilim. Yəni çox şükür də qardaşım bir qazidir, Azərbaycan qazisidir. Çox sevinirəm, çox sağ olun. Yəni bacılarım çox ədəbli qızlardır, hərəsinin öz ailəsi var. Mənə o mənfi rəylər yazan bilirsiniz kimlərdir? O filan fikirlərini bəyənməyənlər. Evdə ər tərəfindən ömür boyu əzilib. Ömür boyu heç hörmət qoymur. Kişi gedir belə öz üçün kampaniyaya gəlir, arvada qaçsan Allah yer oyna. Olardı bax məni bəyənməyənlər, sevməyənlər. Heç yəni ömür boyu qıraqda qalanları belə hörmətsizlər də onu mənə yazar. Şərəfi, ləyaqəti, əxlaqı olmayan İnsanlar. bəli yazırlar. Amma o ağlı, əxlaqı, dəyərləri olan insanlar həyatı boyu mənə pis sözlər yazmazlar. Nə də məni özünün ailəsinə çağırıb mənim evladımın toyunu oxu, Ofeliya deməzlər. Mən həmişə demişəm ki, hər müğənninin öz səviyyəsinə görə izləyicisi var, öz səviyyəsinə uyğun tamaşaçısı var. Mənim də öz səviyyəmə uyğun tamaşaçım var. Hərdən deyir, hansı ofel, da corab geyindirir də. Sən ərinlə gündəmə gəlmişsən də, ay bacı, ay qardaş, həci ilə gündəmə gəlmişəm. Həci deyəndə bəlkə də haca gedib gələnlər var, pis olarlar. Onlara şamil eləmirəm. Mənim bu analizimdə bir var həci, bir də var hacı. Ərinlə gündəmə gəlir. Nə gözəl. Bax, Ofeliya öz halalınla, 2 oğlunun atasıyla gündəmə gəlir. Mənə vallah xoşdur. Öyle onu deyənlər sizin şərəfinizə içirəm. Öz maddi maraqları üçün. Apa, bu müğənni olacaq. Nəsə bir baxacaq, ay biraz estetik yığdıracağım, bir balaca bədəndə eləyəcək, belə armud stəkan, bu bakala oxşayır hərdən bunlar. Mən bunlara bənzədirəm, belə yığdırırlar. Hə, mən öz maddi maraqları üçün ailəsini dağdan qadın mənlik deyil. Mən elə qadın belə həndəvərimə buraxmaram. Öz maddi maraqları üçün mən hamısına şamil eləmərəm. Qadınlarımız var. Baxır ki, bayaq söhbətə qayıtmaq istəmirəm, yəni əyyaşdır. Xeyr demə, niyə bu qadın özünün həyatını puç eləməlidir? Bir də var öz maddi maraqları üçün. Bu ailəsini dağıdır. Evi quran da qadındır, dağıdan da qadındır. İndi hərdən mənə deyirlər, bu yaxınlarda of elə, sənin yoldaşın, mənim ərim. Sağ eləsəydim. Ay sağ ol, yoldaşım deməyəcəm, bilirsiniz niyə? O, məni sevməyənlər, o mənim o sözümü sevmirlər, ona görə ərim deyirəm. Bizim Azərbaycan nədir qardaş, ər-arvad demirlər? Qanunda səni ər-arvad elan eləyirəm. Bəli, ər elan eləyirəm, arvad elan eləyirəm. Demirlər ki, yoldaşın elan eləyirəm. Ərin ər-arvad. Valla mənim ərim heç bir zaman, bəli, görüntüləri mənə göstərdilər. O necə oldu? Çox sadiq adamsınız, sədaqətlisiz. 100%. Dostluqda da. Çox sevgidən də qısqanclıq yarana bilir. Bu Çox qədər qısqancam. sadiq və sədaqətli olduğunuz halda onun da sevgisini alırsınız. O görüntünü görəndə niyə elə sevirdiniz? Dediniz, nəyə peşmansan? Bəli, peşmanam ki, kaş ki, həmən dəqiqə mən yoldaşımın gözlərinə baxaydım orada. Mən bilərdim ki, o mənə heç vaxt aldatmayıb. Hansız da bir kimsə ağlı olmayan biri qıraqdan çəkib utanmırlar. Yəni sən göstərirsənsə, o mənim yoldaşım, aparıcını da günaha deyir. Yazıq aparıcı neyləsə ona gəlib. İndi burada bir dənə sual da verim, sonra davamını danışın. Buyurun. Çox adam dedi ki, bu reklamdır ya... Mənə yaraşar mı? Yox. Mənə yaraşmaz. Ofelia'ya yaraşmaz o. Reklamı da eləyərəm, oxuyub eləyərəm. Elə oxuyaram, yanında durub oxuya bilməzdim. Reklam ondan eləyəm. Bu Ofelia muğamdan bir caza girər, geri qayıdar meyxanaya girər, heç kim yanına dayanıb oxuya bilməz. Özümü tərifləmirəm, olanı deyirəm. Ondan reklam eləyərəm, deyirlər, ay Allah, bu neynədir? Yoxsa hə, Ofelia deyir, mənə belə şey görsün. Ayıbdır, ayıbdır. Sizin şərəfiniz yoxdur, özünüz bilərsiniz. Ay bəzilərim, o mənə aid deyil. Desinlər, onların öz baxış açısı var. Öz-özümə dedim ki, Ofelia, ayıb olsun sənə. Evə gedib inanın ki, güzgüyə baxdım, dedim sənə ayıb olsun. Ki sən sənin Ceyhunun, sən Ceyhununa inanmadın həmən an. Mən çox peşmanam. Mən hətta sabahsı gün çıxıb efirdə həmən verilişdə, Zaur Nəboğlu'nun verilişinə çıxdım, dedim Ceyhun, mən səndən üzr istəyirəm. Mən yoldaşımdan üzr istədim. Hətta mənə dedilər ki, bəziləri şərəf olmayan şərəfsizlər, qürursuz qadın
bəli, qüurursuzdur. Qadın yoldaşının qabağında, ərinin qabağında qadın qüurursuz da olar. Bu mənim fikrimdir. Xahiş edirəm kəsməyin. Qadın öz ərindən yalvarar da. Bəli, bu Azərbaycanda belə olmalı, mentalitetimiz budur. Qadın, mən demirəm ha, kölə, bir var padşahların qabağında o hamballar var deyə belə. Mən ondan danışmıram. O fildən qarışqanı siz qarışdırmayın. Baxın, qadın ərinə yalvarar da. Başda əyər, qüurursuzluq da eləyər, ərinə eləyər, bəli. Necə olur ki, ay bəzilər, onu yazan ədəbi olmayanlar başqa kişilərin qabağında əyilə bilirsiniz. Bax, bu öz ərinizi eləyin də. Üstünüzə qışqırır. Ay falan kəz, gəl görüm bir dənə mahnı oxu burada böyrümdə. Onda ölün, utanın girin də yerə. Mənim yoldaşım mənim insanların içində qışqırıb da. Çək səsi gəlsin, qurban olurum onun qışqıran səsinə. Heç bir zaman mənə xəyanət eləməyib, etməz də. Mən bir kəlmə söz deyəcəm, bu sözüm çox qınalı yenə deyəcəm. Yaxşı, arvadın əri gəzməz. Yoldaşımın ayağını yuyuram cümləniz oldu. Bu əslində biz dədə-babadan da görmüşük. Bəli. Bu niyə belə qınalı oldu, belə qlobal bir şey oldu? Meşəyə insan, Sizcə evdə heç kim eləmir bunu? meşəyə insan gəlib ona görə. Ailə dəyərləri hamıda yoxdurmu? Hamını demərəm, hamının adından danışıram, bəzilərində yoxdur. Ofeli ərində ayağını da corab geyindirdi bu. Hele ki sen anan atan corabını giyindirməyib. Burada nə var ki? Əcəb eləmişəm. Ərim mənim deyil, ayağını yuyub suyunu da içərəm. Əcəb eləmişəm. Boynuma qoydular ki, o belə deyir, ərini yuyub suyunu içmişəm. O söz deməmişəm, indi deyirəm, eləyərəm. Sizə nə? Əcəb eləyəm, o mənim halalımdır. Onu mən bilirəm, yaxşı eləyirəm. Mən belə qadınam, mən belə xanımam, mən ərimə belə qulluq eləyirəm. Mən ailəmi heç bir zaman xırda bir şeyə görə nə evladlarımı atasız qoymaram, nə də özümü başsız qoymaram. Nə də imkan vermərəm ki, mənim abırıma həyama söz gəlsin. Elə bir meyvə var idi, mən onu tanımırdım. Yeməmişdim, bilmirdim onun dadı necədir. Mən qışda isti geyim görməmişəm uşaqlıqda. Mənim ayağım heç vaxt ayaqqabım olmayıb. Mən ömür boyu, nə deyirlər, şəpit deyirlər. Ömür boyu ondan, yoldaşım tanıyıb onunla böyümüşəm. Hətta mən uşaq vaxtından toylarda oxuyanda qonşumuz bir ziyafət xala vardı. Onun qızının paltarlarını geyinirdim, ayaqqabısını geyinirdim. Amma özümə söz vermişdim. Anam mənə oğlan kimi böyüdü, özümə söz vermişdim. Anam da mənə qabağına qoydu, dedi, sənə südümü halal eləmərəm Ofeliya, adına söz gətirərsən. Südümü ana sənə halal eləmərəm, ailə quranda maddi maraqların üçün ailəni dağıdarsan. Mən əxlaqımı yoldaşımdan da çox istəyirəm. Mən cəmaatı alladım bəziləri kimi. Evdə ay qadan aləm elib, efirdə də bilirsiniz, belə deyil, suyu götürün yana belə tutun. Bilirəm ki, bunu belə tuturlar. Donla dona girin. Yəni, faktiki bakalı belə tuturlar. Yəni belə. Mən durum, ürəyim sıxır, suyu da içə də bilmirəm. Mən nətər elə tutum oralar. Qurban olarım özümə, oturam belə, içirəm. Burada nə var ki, mən dəyişim, mən insanları alda bilmərəm. Sonra da evə gedim, ağzıma, bağa elib danışım. Mən, əziz tamaşaçılar, mən sizləri alda bilmərəm. Mən buyam. Yanırlar axı. Ofeliya Şabanovanın həyat yoldaşı necə dəyərləndirir, Ofeliyanı necə sevir. O sizə od qoyub ürəyinizə. O ne siz niyə yandırır o? Vallahi mənə çatmır. Niyə yandırır? Çünki ərləri, həmən o bəzi qadınlar var, Ofeliyanı bəyənməyib. Nələrsə deyirlər. Düz mən oxumur, amma mənə çatdırırlar müəyyən şeyləri. Onlara ərləri dəyər vermir. O dəyərsiz kim belə yuxarıdan aşağı baxır. Yəni sən dəyərli deyilsən mənim üçün. Sevgi qazanmayıb əri tərəfindən. Onlar məni sevməz. Amma mən Ofeliya, deyirlər, məndən öncə klip satmışdılar bu. Həmən məsələdən sonra, əvvəlki sözlərimi oxuşub, mənim yaxşı arvadın əri gəzməsə, bunu da klipimi xoşuma gəldi, qəşən kliplər oldu. Həqiqi ləzzət elədi, demişim, klip çəkdirəcəm, çəkdirməyəcəm, xoşum gəlir kliplərinizdən. Qurban olaram ona qışqıran səsinə. Qurban olaram ona içim gözüm deyən səsinə, əsəbləşəndə. O nə deməkdir ki? Qadın əlinə yalvarar da, düşəndə. Nə olar, başqa sponsorlarınıza yalvara bilirsiniz? Valla, yalvara bilirsiniz, qurban olaram. Falan verişə mənə çıxartda nə olar? Məni bədən şəkilləndirməyə göndər də, yalvarsınız, ərinizə hörmət eləyin, biraz, ay bəziləri. Evladlarını necə böyüdürsünüz? Əskər kimi. Həmən yoldaşımın qarşısına qaçırıq, ucun ayaqqabıların səsindən bilə mənim ərim gəlir. Ofeliya tez dur ayağa. Qaçıram, əskərlər də mənim oğlumun bilirsiniz də adı, yoldaşımın adıdır. Bilirəm. Ceyhun. Başda, arxada da qardaşı, balaca qardaşı Yusif. Hamımız düzülüb belə gözləyirik ki, yoldaşım mənim alnımdan öpəcək, üçümüz də alnından öpəcək, əskərlər gəldi evə. Çavuş da başda. Yəni mən evladlarımı belə böyüdüm. Mənim evladlarımın duxu nədir? Oğlanlarımı ki,
atalarının qabağında, yoldaşımın qabağında ayağını üstə qoyub belə tərbiyəsizcəsinə otursun. Bu sferdə danışmadığınız adam varmı? Danışmadığım Həmkarlarınız. o qədər. Niyə sizlə düşmənçilik yaparsınlar? Ofelia getdiyi toylar, orada çəkilişlərə belə icazə verilmir. Ofeliya gələn konvertlər sizə gəlsə nə ararsınız? Şvar elələr, əlində üstünə yazıb göndərirlər, falan kəs göndərdi. Məni qoy, mənim ağlımda olanlar məni sevsin. Nəyimə lazımdır 2-3 dənə məni sevəcək, neyiniyəm sizi? Heç mənə lazım da deyil. Mən heç vaxt çaqqal süfrəsində oturmuram. Çakal süfrəsiniz. Qadın aparıcılar sizi niyə bəyənmir? Mənə də çox maraqlıdır ki, nədən qadın aparıcılarının bəziləri məni sevmir. Mən onların verişini görmüsünüz? Yox. Ona görə dediniz. Niyə yoxsuz? İnanın mən özüm də bilmirəm ki, niyə kişi aparıcıları məni daha çox sevir, hörmət eləyir. Qadın aparıcılarının bəzilərində mən... Ərli qadın olduğunuza görə ola bilərmi qısqanırlar? Məncə. Deyirlər ki, Çünki özləri oxuyan deyil, deyim ki, mən yaxşı oxuyuram ona görə yox, bu inandırıcı deyil. Çünki aparıcılara nəyə lazım oxuyur, oxudu, oxumadı. Amma Kişi tərəfdarı olduğunuz üçün ola bilərmi? deyirlər ki, Ofeliya kişilərin tərəfini çox tutur. Bir qadın aparıcısı var idi, o müğənni demişdi ki, Ofeliya ilə gəlmək istəyirəm. O da qayıdıb demişdi ki, mən qadın aparıcısı. İnan, ayıb olsun. Ofeliya nə vaxt qadınların tərəfini tutar, onda gələr mənim verişimə. Yanlışsınız. Səhətiniz qaynasındadır mı? Əvvəl çox depressiyalara düşdüm ki, mən öləcəm, balalarım qalacaq, amma indi düşmürəm. Deyirəm, yox, onun sevgisi mənim yoldaşımın sevgisi mənim sağaldacaq. Özlədim təninin qoxusunu özlədim. Özlədim sımsıcaq nəfəsini özlədim. Özlədim sohbetini, o sesini özlədim. Gəlmedin göz bebeğim, can yoldaşım gəlmədi. Mən sizin yoldaşınızı tanıdım, çox böyük hörmətim oldu. Şəxsən qıraqdan tanıyırdım deyə. Daim var olasınız. Çox sağ olun. Xoşbəxtliyiz illər əzbər olsun. Hər şeydən danışdım. Hər aparıcı insanla, müğənnimlə belə səmimi, rahat. Siz elə danışdınız, mən bilmədim, açdım, tökdüm sandığa, belə deyə. Rahat danışdım. Yəni o sizin peşəkarlığınızdan Təşəkkür irəli edirəm gəlir. səmiyyətiniz üçün. Hər şeydən danışdıq, bir ara danışdıq. Əziz tamaşaçılar, İstanbul Meyxanəyə dərin təşəkkür, minnətdarlıq. Görüşərik, sağ olasın. Hər zaman qonaqlar öz əziz dəyərli gününü seçmək üçün məhz Altunu seçir. Çünki mənə elə gəlir ki, onlar burada o rahatlığı, o necə deyərlər, bəli, komfortda tapdıqları üçün. Bugün mənim ad günümdür. O yüzden ki ad günümü qeyd eləməyə gəlmişəm. Çox məmnunam. Çox xoşuma gəldi. Möhtəşəm saraydır. Həm yeməkləri, həm musiqisi zəngin bir saraydır. Və istərdim ki, hər kəs ad gününü, özəl günlərini məhz bizimlə Altın Sarayda keçirsin. Altın Saray mənim üçün doğma bir məkandır. İlk restoran səhnələrindəndir ki, mən çıxışlar etmişəm. Kərim və Fatimə arasında nə yaşandı? Onların dostluğu pozuldumu? Kərim yenidən ata mı olacaq? Eliyar Kərimi elə danışdırdı ki, gəl görəsən.
Müğənni Kərim Abbasov 45 illiyini dostları və sənət adamları ilə birlikdə qeyd etdi. Kərim, təbrik edirik. Təşəkkür edirəm mən. Yeni yaşın mübarək olsun. Xoş gördük səni. Çox sağ olun. Gəldiyiniz üçün kollektivə təşəkkürümü bildirirəm. Var olasınız. Bu artıq 3-cü paltarını dəyişirsən. 2-dir. Hə, 2-dir. Hə, Rahat paltar istəyirəm, sıxılıram. Xoşmənlik deyir, o kostyum zaten o toylarda gedirsən, indi məcbursan da o kostyumu giyinəsən. Uşaqlar o kostyumu çıxartmağın məqamı gözləyirəm. Sıxılıram onun dərdindən. Amma bu gün məclisində heç kəs sıxılmadı. Uşaqdan böyük hər kəs əyləndi. Çünki mən də bunun şahidi oldum. Sağ ol. Özün necəsənsən, necə iştirak edirsən? Əla, özüm də əlayam, keyfim də əladır. Hamı da yanımdadır, istədiklərim yanımdadır. Gələn qonaqlardan razı qalan Kərimin gözünü yolda qoyan bir qonaq da var imiş. Bu da kim olsa yaxşıdır. Gəlməyənlər də var. Kimlər gəldi? Kakistikdə Fatimə gəlib çıxmadı. Bəli, düz eşitdiniz. Söhbət rəqqasə Fatimə Fətəliyevadan gedir. Rəqqasənin hər ad günündə yanında olan Kərim özünə qadağa qoyduğu azmış kimi Fətəliyevaya bir mesaj da göndərdi. Fatimə, sən bir də məni heç vaxt ad günə çağırma. Düz deyə öz şirinliyini göndərim, amma ona ehtiyacım yoxdur axı. Amma sən onun ad günündə var. Ehtiyacım var. Sən onun ad günündə var. Hə, o gəlməyəcəm bir də ad günə, söz verirəm. Yəni özü zəng edib dedi ki, gələ bilmir. Hə, yazıb mənə SMS yazıb. Onu da bura indi yazıb. Yəni Kərimin ad günü gəlməmə. Hə, o dedi ki, çox uzaqdayım, gələ bilmirəm, amma bağışlamıram səni. Əslində haqqın da var. Niyə? Çünki əziz tamaşaçılar, Kərim həqiqətən də heç kimin xoş günündən, pis günündən qalmır. Hər zaman onların yanında olur. Biz özümüz də dəfə onu görüntüləmişik. Yəni biz şahidik. Hə, canım, təşəkkür edirəm. Var olasan, çox sağ ol. Amma bir şeyi də unutmayaq ki, rəqqasə Fatimə Fətəliyeva da heç vaxt məclislərdən qalan deyil. Ola bilsin vacib işi çıxıb. Yaxşı, bu mövzunu da burada bağlayaq. Ay Kərim, de görək özün özünə nə arzu edirsən? Can sağlığı. Ürəyim, başqa heç nə, can sağlığı. 45 yaşında başa düşdüm ki, canımın sağlığından önəmli heç nə yoxdur mənə. Əvvəl amma canın sağlığını yox, fikirləşirdim zirvə, necə pul qazanım, necə zirvələrə qalxım, necə ancaq bunları fikirləşirdim. İndi yox, nə zirvə fikirləşirəm, nə pul fikirləşirəm, yalnız canımın sağlığını fikirləşirəm. Canım salamat olsa o zirvəni də görəcəm, o pulu da görəcəm, o şöhrəti də görəcəm və görürəm də çox şükür. Yetər ki, canım sağ olsun. Qulağıma nə xəbərlər gəlib çatdı. Deyirlər ki, Kərim necə olur 45 yaşlı bu Kərimə vermək olmur da. O qədər cavan deyirlər, yəni. O yaşda nə vermirlər burada. Danışıqlar gedir, eşidirəm yəni. Təşəkkür edirəm. İndi ola bilər içimin o gözəlliyi də mən belə gözəl saxlayıb da. Nə deyirlər, rusdan sözü olmasın, qınyiloy deyiləm də. İnsan kimi insanam ki, belə yaxşı qalmışam. Yox, çox da çürüyüb getmişdim. Bu arada müğənni Kərim Abbasov növbəti dəfə ata olacağı dedikodusu neçə vaxtı danışılır. Elə Abbasovu görmüşkən bu məsələyə də aydınlıq gətirmək istədik. Ən doğru cavabı Kərim özü verəcək. Mən sevindim bu xəbəri eşitdim. Bilməm nə dərəcə doğrudur yoxsa yox. Səmimi olaraq səndən almaq istəyərdim. Kərim doğru xəbərdirmi yoxsa yox? Növbəti dəfə ata olacaqsan. Yox. Belə bir xəbər eşitdim. Yox canım. Bir qız evində toyda, oğlan evin xəbəri yoxdur. Valla əgər söhbət bizim evdən gedirsə, uşaq zat bir dənə bəsdir. Mənim uşağım, mənim evladım. İkinci qardaş bacı görmək istəmir. Niyə? İstəmir də. Deyir, mən səninlə olan sevgimi heç kimdən bölüşmək istəmirəm. Və mən də həmçinin. Deyir, sən deyir, başqa uşaq olsa onu çox istəyəcəksən, mən qalacam. Ona görə məni istə. Mən də onu çox gözəl başa düşürəm. Və siz valideyn olmaq istəyirsinizmi? Yəni? Yox, istəmirəm. O bir dənə olsun, amma hər şeyi olsun, hər şeyi. 3 dənə olub,
çətinlik çəkməkdəsə bir dənəsi olsun, evi olsun, maşını olsun, bağı olsun, hər şey olsun. Yaxşı yerlərdə oxusun, yaxşı giyinsin, sağlığı gözəl olsun. Başa düşürsünüz, zamanı elə pis zamanədir ki, danışmayaq da böyük-böyük. Qoy birdən olsun, bərəkətli olsun. Təşəkkür. Çox məsuliyyətli valideynsən, övladını sevən bir valideynsən. Əminəm ki, bütün arzuların gerçək Var olasın. Uşaqlar bizə. Təşəkkür edirəm. Yaxşı ki gəlmisiniz. Çox sağ Təşəkkür olun. edirəm. Təbrik edirəm bir daha. Təşəkkür edirəm inşallah. Maç edirəm sizi. Məşhurlar günün səbəbkarını Maqazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Onu öpürəm, bağrıma basıram, onu çox istəyirəm. Günü mübarək olsun. Kərimin ad günündən ləbləblər. Kərimə mənim böyük hörmətim var. Ona görə də özümə boş bildim. Düzdür, saat 9-da işləyib hələ özü gəlib çıxmayıb. Amma mən saat 6-dan buradayım. Bir mesaj oldu ha. Yəni sizə öz ad gününüzdə elə hamıdan qabaq gəlmişsiniz, hamını qarşılayırdınız. Yox, əslində mən hamıdan qabaq gedib, hamıdan sonra gəlirəm. Mən bütün məclislərə elə gedirəm, məsuliyyət daşıyıram. Açıq etiraf eləyim, Kərim burdadır əslində. Arxada fotosesiya elətdirir. Hə, ola bilər. Yəni məlumatınız olsun, mən gördüm yəni. Hə, ola bilər, ola bilər. Buradadırsa lap yaxşı, daha yaxşı. Bizim Kərimlə dostluq bağlarımız hələ biz dünyaya gəlmədən qurulub. Bizim valideynlərimiz dost olublar. Mənim atam, Allah rəhmət eləsin, Kərimin atasına onunla dost idi. Ailəvi dost olublar. İndi də biz o dostluğu davam edirik və inşallah ki, əbədi olsun. Kərim 100 yaşa. Çox sadə bir insandır. Sevirəm onun ifasını, sevirəm onun enerjisini, sevirəm onun rəqsini, xüsusi. Qırmızı insan, amma düzgün insan. Ayın 17-si çağırarsan ad gündə. Kərim başdadır. Siz Bizim gələcəksiniz. Siz gələcəksiniz. Deməli, mənə deməyib də. Bax, elə efir vasitəsilə sizə dəvət edirəm ad günümə. Böyük məmnuniyyətlə mən sizin ifanızı da bəyənirəm, sizi də bəyənirəm. Mən də sizi çox bəyənirəm. Allah təbrik edirəm. var eləsin. Hamısı çağırmamışdı Elvin ad gününə. Yox, əslində biz siz nəyə görə? Çünki bax, onun toyu olsun, gəlim inşallah. Gəl sən də, gəl. Və ona görə utandım, çəkindim ki, onun heç bir xeyir işində iştirak eləməmişəm. Mən ona görə. Bugün gəlin. İnşallah, 17-sində gələcəm. Sevgi dolu həyat arzulayıram. Üzü həmişə gülsün, xoşbəxt olsun. Ona uğurlar arzu edirəm, ona işlərində uğur, müvəffəqiyyətlər arzu edirəm və inşallah ki, balalarının xoş gününə gələk. Təbrik elədiniz, qaçıb gedirsiniz. Hara tələsiz elə? Qaçmıram, gəldim, oturdum, acından ölürdüm, yemək yedim, açıq deyim. Doydunuz? Doydum və bir başqa tədbir var, orada gedib dəyəcəm. Bu həftəlik də çatdıracaqlarımız bu qədər. Gələn həftə görüşmək ümidi ilə Maqazin Plus Viləş Palas Ailəvi İstirahət Mərkəzinin baş sponsorluğu, Altun Sarayın xüsusi sponsorluğu, Yol Üstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru Viləş Palas Ailəvi İstirahət Mərkəzi. Xüsusi sponsoru Altun Saray. Sponsoru Yol Üstü Restoranı. Xəbəriniz olsun, olub bitəndən, Maqazin Plus'dan yeni xəbər var. Maqazin Plus'dan yeni xəbər var. Maqazin Plus'dan yeni xəbər var.